Azərbaycanda güc strukturları hamısı bir-birinə elə bilginən ki, BF-kleyi ilə bir-birinə bağlıdır. Yəni yapışıblar bir-birindən qopa bilmirlər. Məsələn, cinayət işlərində ilk öncə polis götürür işi boynuna. Polis başlayır güya tədqiqat aparır. Güya ki, həmin adamın cinayətini aşkara çıxarır və hansı tərəf çox pul verirsə, işi fırladır o tərəfə, onu da eləyir. Sonra təqdimatı verir prokuraturaya. Prokuraturadakı məhkəmə ilə polis arasında makrel rolunu oynayır Azərbaycanda. Yəni ki, prokuraturanın işi qanunla, polisin işini araşdırmaq, onu nə qədər qanun pozuntusu var, onu aydınlaşdırmaq, sonra da ki, lazım olan cəzanı tətbiq etməkdir. Amma nə yazıq ki, Azərbaycanda bu hələm indiki günəcən yoxdur. Nə əvvəlki prokurorun vaxtında, nə indikinə. Prosta adı var, prokuratura. Vallahi mən prokuraturada işləyənləri ciddiyə almıram, çünki həqiqətən də Azərbaycanda prokuratura sistemi demək olar ki, yoxdur. O üçün onlar da götürürlər, işi bağlayırlar, təqdimatı verirlər məhkəməyə. O üçün məhkəmənin də haqqını özləri çatdırırlar, məhkəmə də ki, istədiyi qərarı çıxardır. Mülki işlər üzrə də demək olar ki, eynidir. Yəni ki, yenə heç olmasa mülki işlərdə promoy hakimlə danışılır. Yəni ki, hakimlərin özləri Azərbaycanda hərəsinin bir köməkçisi var. Müstəntiqlərin hərəsinin bir köməkçisi var. Prokurorların hərəsinin bir köməkçisi var. Yəni ki, dövlət büdcəsindən bunlara pul ayrılmır. Bunların özləri onları saxlayırlar, arada makrel kimi istifadə edirlər ki, yəni ki, pul alanları, pul verənləri bunlar olur. Adicənə Vergilər Nazirliyini götürək. Vergilər Nazirliyi də bunlardan geri qalmır. Məsələn, Vergilər Nazirliyi güya istintaq aparır, həmin istintaqı edir, təqdimatı yazır, Vergilər Nazirliyinin müstəntiqləri göndərdilər məhkəməyə. Məhkəmə də görür ki, zakaz yuxarıdan gəlir, vergilərdən, araşdırmadan, bir şey eləmədən özüm qərarı çıxardır. Özüm qərar çıxır, sonra verilir apellyasiya məhkəməsinə. Apellyasiya məhkəməsi də ki, deyir ki, məsələn, bu qədər gətirginən işi görək. Apellyasiya məhkəməsinə də pulu çatdıra bilmirsən, verə bilmirsən, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır. Ondan sonra apellyasiya məhkəməsinin qərarından ali məhkəməyə verirsən. Ali məhkəmədən sonra güya konstitusiya məhkəməsinə verirsən. Hamısı eyni formada, eyni şəkildə icra olunur. Mən də birdən cənab prezidentimizə bircə dənə sözüm var ki, cənab prezident, 20-ci ilə qədər insanlar həqiqətən sizin ciddiliyinizə inanmırdı. Biri də mən qarışıq, mən həqiqətən inanmırdım sizə, niyə yalandan nəyə deyim ki? Amma 20-ci ildə siz ki, o qələbəni qazandıq, həmin qələbədə bizim uşaqlarımızın başında durdunuz. Biz 44 günə oranı aldıq, sağ olsun Erdoğan'ı da, Putin'in də az kömək olmadı. Bunların hamısını elədi. Bəli. Ondan sonra siz neynədiniz? Siz o boydana hörmətdən sonra, o boyda qələbədən sonra insanların hamısının, Azərbaycanlılar bütün başlarına gələnlərin hamısını unutmuşdular. Ondan sonra yenə də həmin tempdə gedirsiniz. Daha ki, günü-gündən pisləşir ki, günü-gündən yaxşılaşmır. Ona görə də ki, cənab prezident, vallahi həmişə deyirəm ki, siz də atasınız, sizin də evladlarınız var, sizin də nəvələriniz var. Yaxşı, sabahları olmadı elə, oldu belə. Sizin uşaqlarınızı kim ciddiyə alacaq, kim onlara hörmət eləyəcək? Deyirsiniz, xaricdə gedib yaşayacaqlar, orada yaşayacaq. Necə biz didərgin düşmüşük, sizinkilər də didərgin düşəcək də, cənab prezident. Ona görə də ki, bir işi görəndə Allahla görün, Allahı gözünüzün qabağına gətirin. İnsanlar yazıq deyir, bunlar sizi seçib də, siz bunlara görə oradasınız da. Düz deyil, seçki hamısı boş şeydir, nə qədər ki o məzahir var, eyni tempdə gedəcək. Ona görə də ki, cənab prezident, çox xahiş edirəm, biraz insanları ciddiyə alın, qorxu içində az saxlayın bunları.
Gedirlər biri tutaq ki, sizdə heç kimə şikayət eləmək olmur, şikayətlərinə baxılmır. Yazıqlar məcbur olurlar, media şikayət eləyirlər, sonra da ki, çağırırlar, tutub basırlar içəriyə ki, sən niyə çıxdın oradan, şikayət elədin. Ona görə də ki, çox xahiş edirəm. Bu, nə bilim, eyvallah, sizə söz tapıb deyə bilmirəm də, Allah özü kömək olsun.